Salamlar. Bugün rayona gedirik. Səhərin 6-sındayıq. Əlimdə tripodum da var. Tripodumu yəni mütləq ki götürmüşəm. Çünki mən bir blogerəm artıq. Yəni mikrobloger desək daha yaxşıdır. Gedirik rayona dostlar. Üstü restoranda gedirik. Çayzad içməyə. Acından ölürük. Maşallah səhərin 6-sından oyandığımıza görə heç nə yeməyib çıxmışdıq. Yolda ağzımızın işləməsi üçün 2 dənə leys, 1 dənə çiko, sonra soklar götürdük. Bir də gəldik çay içməyə. Gəlin deyə gəlin də. Sən indi bir baldızlıq eləyərəm ha. Makyajım necə olmuş sizcə? Necə geçən qaldı yəni. Bu yollarla biraz çələ çəkirlə. Ancaq bu qədər olardı. Ən sevdiyim içkilərdən Kappi. Özü bu. Çox sevirəm. Kiyosilim mangoluyla papatya var ya, onu da çox bəyənirəm. Gözəl gəlmiş mənə biraz. Bacım haqqında düşünürəm. Əslində olan. Oxuyabilirsən. Yox, mənim oxuma bilgim yoxdur. Öcə çatmışıq. Məsələn, bundan görmüsən, Ren? Marketing. Bilsən bu nədir? Çox qəşəng dadı olur. Doğrudan. Hə. Görməmişsin can. Ay Allah can. Kamera arxasındakı mən yazıq kimi çəsin. Çatdı. Görün nə gözəldir bizim həyətimiz. Ay. Arkadaşlar bu benim yeni dostumdu. Aynen. Yəqin ki bu Ramaşkanı bilirsiniz de. İnsanlar bundan sevir, sevmir oynuyorlar. Koyun böyle. Oy. Samavar kaynadılar. Evim dilin evet bir dora. Oy. Ne güzel gelir samavarın iyisi. Aziz dostlar, bir ildən sonra Doğmaqcəbədə də samavar çayı yeri var, gəlin. Arkadaşlar, kurbanımız var ama kesmek istemiyorum. Kesmiyoruz. Kesmiyor, bana keser. Ay minnoş. Ha, ne tür bakıyor? Korkuyor. Şimdi kurban olum ben. Mangalı hazırladık. İndi atamgil eti hazırlayırlar. Kebab pişirəcəyik inşallah. Bu da belə. Güzeldir. Buranı görürsünüz dostlar, bax buraları. İndicə mən eləmişəm. Necə eləmişəm? Darvazaya çırpılmışam. Qardaşım dedi ki, otur maşına, örgədəcəm sənə. Amma örgənə bilmədim, çox təəssüf ki. Qardaşım dedi ki, yəni eyb yoxdur. Vura örgənəsən. İkincidən sonra mən istəmirəm. Yəni maşın sürmək falan qətiyyən istəmirəm. Çünki çox qorxdum. Rayonda ikinci günümdən hər kəsə salamlar. Səhər saat 10. Səhər yeməyimizi yemişik. Yəqin ki bugün günorta çıxıb gedəcəyik Bakıya. Yəni bir gündən artıq qala bilməyəcəyik təəssüf ki. Bir gün yarımda yəni. Elizabeth'in 3-cü nəvəsi olduğuna görə kendisi kənddə qala bilmiş. Hə canım, düz deyir. Yəni belə. Saçım da görünür nə gözəl belə dalğalı malğalı görünür. Əslində olan. Təzə gəlinimiz hörüb dünən. Saçım da belə görünür. Nasıl almışım? Tripodumu götürdüm gəldim məhləyə. Nəsə video çəkmək istəyirəm, amma bilmirəm nə çəkim. Ağlıma hələ ki heç bir şey gəlmir. Amma nəsə paylaşmaq üçün fikirləşəcəm indi ki, görüm nə çəkirəm. Gecə leysan yağmışdı, yəni bilirsiniz də. Ona görə buralar belə yaşdı.
Burada bizim əhləmiz. Toyuqlara falan baxın. Nənəmin toyuqları, xoruzları məndən qorxur. Niyə qorxursunuz az? Az niyə qorxursunuz? Qorxur ya qız. Niyə qorxursan xoruz? Ay xoruz. Qorxma canım. Az niyə qorxursunuz məndən? Az mən səndən qorxmalıyım, xoruz. Burada alça da var, baxın. Ne güzeldi. Əmim gilin. Bu alça değil ki. Alça yığmaya gəlmişəm ama bu alça değil. Bu da alça, prosto bu balacadır da. Bunu yığımı görəsən. Mamam dedi ki bunu yığ. Ama ki bu çok balaca daxı. Əmimin alçası da yani. Ay qız, mənim əlim bura çatan deyil. Öz alçamızdan yığacağım ay dostlar. Ay nəsə qondu üstüme. Ay. Görsünüz bu böyük. Dostlar, burada elə bir isti var ki, ölürəm istidən. Məsələn, koftam da çox qalındı. İndi gözləyirəm ki, evdəkilər gediblər, sənət işi var, onun dalıca da. Gözləyirəm onlar gəlsin. Onlar gələndən sonra inşallah ki, Bakıya çıxacağıq. Yəni inşallah sağ-salamat gedib çataq. Ay, ürəyim qısıldı istidən. İndi samavar qaynadacağıq. Əmin sən yanacağına. Başka şansı yoktu. Yandır, yandır, yandır. İndi sən də yandır. Buyur. Başım batsın, 2 dənə spiçkamız qaldı. İlk şansın getdi. Ya. Gebereyim. Çarpma, tez çarpma. Dur, bir şey dənə qaldı. Az kal. Allah, bu insan da işlemir. Simare. Çağırdık arkadaşlar. Az bir söndürmede daha eləmə. Vaxtı girsin, o çubukları yandırsın. Aferin. Təbrik edeyim. Görün gəlinimiz necə gözəl bir iş çıxartdı ortalığa. İnşallah sona qədər belə qaynayıb həll olar, hazır olar. Bilinmədi, gəlin içindədir yoxsa? Hayda sar. Bu belə olur, yəni bu normaldır, yəni gəlinimiz belə qoymaq istədi. Ölürəm. Bu nə day bala? Tamam, deməməmişdən belə verdi. Bir abır olmayasan səni. Çay qaynada bilmədik. Yəni söndü. Ona görə də indi qaydırıq. Çay içmədən qaydırıq Bakıya. Belə. Yəni görək də. İndi gəlib çatmışıq Bakıya. Sefirmaldayıq. Pizza müzeye geldik. Pizza sipariş verdik ki yiyək. Şimdi gözlüyoruz pizzamız hazır olsun. Bu arada 11'in yarısında bağlanır bura. Ay dəhşət. Ölürəm yorğunluqdan. Mən elə bildim pizza müzeye girmişik. Ama bu şeye girmişdik də. Şimdi yeyirik. Necədir, bəyəndiyin dadın? Bu çok yaşaydı. Barbekü olan. Ama bunu beğenmedik. Geçen değil. Neyse, böyle. Bak. Öyle de baksak görersin. Ben görmüştüm belediyesi yaxşı değil. Buna bak. Aynen. Şimdi. Geçen değil. Beğenmedik bunu. Dostlar, 2 günlük rayon vlogumuz bura qədər idi. Ümid edirəm ki, bəyənərsiniz. Əgər bəyəndinizsə kanalıma abunə olmalı və videonu bəyənməyi unutmayın. Gələn videolarda görüşənə qədər hələlik.